Bir nəfər şəxs Peyğəmbərə yaxınlaşır və deyir ki, ya Rasulallah, mənim anam qocalıb artıq, yaşlaşıb, mən o kürəyimdə gəzdirəm. Mən o həddədir, özü də yeriyə bilmir. Qazanıram, zəhmət çəkirəm, gəlib onu yedirdirəm. Davam edir də, böyüdür söhbəti, görək Peyğəmbər nə deyəcək. Sonra buyurdu ki, üzümü çəkirəm ondan ki, utanmasın, həya eləməsin. Baxmada indi ana özü də narahatdır ki, övladı əziyyət çəkir. Deyir, mən gözümü çəkirəm sanki, o mənə baxanda belə utanmasın, həya eləməsin. Onun ehtiramını qoruyuram. Bu qədər danışdı, sonra dedi ki, fəhəl kəfətuha, da haqqını ödədim. Peyğəmbər buyurdu ki, la, yox, haqqını ödəməmişsin. Əgər həqiqət eşitmək istənsə, yox. Bəli, əhsən, maşallah, amma bu o deyil. Yəni, anavın sənin boyunda elə haqları var ki, bu onu ilə əvəzlənməz.